Hər kəsə salam qızlar, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Arxivdə qalan bir video ilə gəldim. Rulet resepti yeni ildə hazırlamışdım. Bugünə qismət paylaşmaq. Deməli, bizə lazımdır 6 ədəd yumurta, 1 stəkan yarım şəkər tozu, çalırıq köpənə qədər. Ondan sonra əlavə edirik 2 paçka qabartma, 1 paçka vanilin, 1 armud stəkanının yarısı isti su, nə çox qaynar olmasın, nə soyuq olmasın, isti su. Sonra ora əlavə edirik 2 stəkan un, mütləq unu eləməliyik. Sonra yağlı kağızımıza sərib qabın içinə, soba qabının yayırıq, hər tərəfinə eyni yaymaq lazımdır ki, ruletimiz əyri olmasın, hər tərəfi eyni olsun. Və mən bir neçə dəfə stola çırpdım ki, hava qabarcıqları yaransın, onda daha gözəl alınır biskvit. Hardasa 180 dərəcəyə qoyuram. İlk öncə biraz istilik vurur, qabarır. Ondan sonra 200 dərəcəyə qaldırıb bişirirəm. Çöplə yoxlayırıq pişdiyin. Sonra isti rulet formasında bükürük. Kremi adi krem idi məndə. Yağ və skuşonka. Yağ çəkməmişdən qabaq 3'ü birində kofe ilə islatdım. 3'ü birində kofeyə biraz su qatdım. Ruletimizi onunla islatdım və sonra kremləyib büktüm. Üzerini də zövqə görə bəzəyə bilərsiniz. İnşallah ki, bəyənərsiniz. Yorum və like'ınızı gözləyirəm.